Deməli uşaqlar, bu gün biz keçəcəyik sizinlə nə? Kvadrat funksiya. Aydındır. Xətti funksiyanı keçdik, tərs mütənasib funksiyanı keçdik. İndi keçirik kvadrat funksiya. Diqqətlə qulaq asıyoruz, çox sadədir əslində. Diqqətsiz qulaq asıyoruz, çox çətindir. Deməli, kvadrat funksiya bizə verilə bilər neçə üsulla? Nətər yəni? Hansı formalarda ümumi şəkildə qarşımıza çıxa bilər? Bax, ümumi şəkili y bərabərdir ax kvadratı plus bx plus c şəklində olan funksiyaya deyirlər kvadrat funksiya. Aydındır. Nəyə oxşuyur bu? Kvadrat tənliyə. Əslində bu kvadrat tənliyə oxşamır. Kvadrat tənliyi buna oxşuyur. Aydındır. İndi bunu başa düşəndən sonra görəcəksiniz ki, kvadrat tənliyi əslində bunun belə deyək alt çoxluğudur. Yəni bundan yaranan müəyyən bir hissiyə baxırıq orada. Aydındır. Kvadrat funksiya qarşımıza 3 formada çıxa bilər. 3 formada. Birinci elə bu formadadır. Y bərabərdir ax kvadratı plus bx plus c şəklində. İkinci, y bərabərdir uşaqlar a vurulsun x minus m-in kvadratı plus n şəklində. Üçüncü isə y bərabərdir a vurulsun x minus x1 x minus x2 şəklində qarşımıza çıxa bilər. Və yaxud da bunlardan hər hansı biri verildikdə digər vəziyyətləri biz özümüz üçün yarada bilərik. Yaxşı. Bunun desəz ki, müəllim, hansı daha önəmlidir, hansını bilmək daha vacibdir? Əgər bir seçim eləyəsi olsaq, ilk 2 dənəsi ən vacibidir. Bu üçüncünü də bilmək problem deyil. Yəni əlavə problem yaratmaz, əlavə kömək eləyər bizə. Üçüncünü amma həmişə yaratmaq olmur. Yəni, üçüncü, bunlar bu birinci ümumi şəkildə yazılışıdır kvadrat funksiyanın. İkinci təpə nöqtəsinin koordinatlarına görə yazılışıdır. Üçüncü isə kvadrat funksiyanın sıfırlarına görə yazılışıdır. Yəni, x oxun kəsdiyi nöqtələrə görə yazılışıdır. Kvadrat funksiyanın da sıfırları həmişə olmur. Bəzən olur, bəzən olmur. Aydındır. Ona görə də bunu həmişə yaratmaq mümkün deyil. Amma digər ikisi həmişə yaratmaq mümkündür. Bu zaten kvadrat funksiyanın özüdür. Bundan da bu birini yaratmaq olur. Deməli, bir kvadrat funksiyanı yaxşı başa düşmək istəyirsənsə, kvadrat funksiyadan irəli gələn çalışmalarda boy göstərmək istəyirsənsə, nələrə fikir verməlisən? Birincisi, funksiyanın qrafikini başa düşməlisən. Funksiyanın qrafikinin başa düşməlisən və A-nın, B-nin, C-nin nə işə yaradığını bilməlisən. Bir hamısını deyəcəm, 3 formanın 3-ü ilə də sizə göstərəcəm ki, kvadrat funksiyanı hansı formada araşdıra bilərsiniz. Yaxşı. Birincisi A, funksiyanın qrafikinin qollarını müəyyənləyir. Əvvəla bizim funksiyamızın, yəni kvadrat funksiyanın qrafiki paraboladır. Adı paraboladır. U hərfinə oxşuyur. Bu formada çəkdik. Təbii ki, bu sağa, sola, yuxarı, aşağı, bura, nə bilim mən, üzü aşağı, belə, burada, fərqi yoxdur. Müxtəlif yerlərdə ola bilər. Deyə bilərsən, müəllim, böyrü üstü ola bilərmi? Qətiyyən, böyrü üstü ola bilməz. Səbəbini də bilirik biz ki, ona görə ola bilməz ki, bu y oxuna paralel xətlə kəsəndə funksiyanın qrafikini 2 yerdə, birdən artıq yerdə kəsmək olmaz. Ona görə o formada olmaz. Aydındır. Bax, bu A funksiyanın qrafikinin qollarının üzü aşağı yoxsa üzü yuxarı olacağı müəyyən eləyir. Əgər A müsbətdirsə, funksiyanın qrafikinin qolları nə olacaq? Üzü yuxarı olacaq. Əgər A kiçikdirsə sıfırdan, funksiyanın qrafikinin qolları olacaq üzü aşağı. A-nın işi budur. Müsbətdirsə qollar üzü yuxarıdır, mənfidirsə nədir? Qollar üzü aşağıdır. Başa düşdük. Sonra C nədir bəs? C sərbəstdir. Bax, buradakı C-dən söhbət gedir. İstəyirsiniz, lap konkret bir dənə kvadrat funksiya yazaq. Məsələn, y bərabərdir 2x kvadratı üstə gəlinsin 4x çıxılsın, deyək ki, 6. Görürsünüz, belə bir kvadrat funksiyamız var. Aydındır. A 2-dir. A bərabərdir 2. Funksiyanın deməli, qolları üzü yuxarıdır. Aydındır. C-miz nədir bəs uşaqlar? C-miz mənfi 6-dır. C nədirsə, funksiyanın qrafiki y oxun həmin nöqtədə kəsir. Yəni, hal-hazırda
şərti olaraq verdiyimiz bu funksiyada y bərabərdir 2x kvadrat plus 4x minus 6 funksiyasında funksiyanın qrafikinin qolları üzü yuxarıdır. Qolları üzü yuxarıdır. Belə. X, y. Bax, təkrar deyirəm. Funksiyanın qrafikinin qolları üzü yuxarıdır. A-sı müsbətdir çünki böyükdür sıfırdan. B-si C-si mənfi 6-dır. Deməli, funksiyanın qrafiki y oxun kəsəcək harda? Mənfi 6-da. O xətti funksiyada deyirdi ki, B funksiyanın qrafikinin y oxun kəsdiyi yerdir. Kvadrat funksiyada da C funksiyanın qrafikinin y oxun kəsdiyi yerdir. Aydındır. İki şey bilirəm. Bildiyim şey odur ki, funksiyanın qolları üzü yuxarıdır, bir də altdan keçir. Deməli, funksiyanın qrafiki ya belədir, ya da belə bir şeydir. İndi hansıdır görəsən? Üçüncü bir şey, funksiyanı başa düşmək üçün, kvadrat funksiyanı başa düşmək üçün, bax, birinci, A-nı bilməlisən, ikinci, C-ni bilməlisən, üçüncü, ən önəmli, funksiyanın təpə nöqtəsinin harda olduğunu bilməlisən. İxtiyari kvadrat funksiyanın təpə nöqtəsi var. Təpə nöqtəsinin harda olduğunu konkret olaraq bir dənə nöqtədir. Bunu, məsələn, belə bir kvadrat funksiyadırsa, bunun təpə nöqtəsi bir dənə nöqtədir. Bax, bu nöqtənin koordinatlarını tapmağı bacarmalısan. O nöqtənin koordinatlarını müxtəlif üsullarla tapa bilərsən. Aydındır. Əgər düstur istəyirsənsə, təpə nöqtəsinin iminli koordinatlarını tapmaq üçün x0 deyirəm mən ona. Yəni, təpə nöqtəsinin x-i. Mənfi b bölünsün 2a düsturu ilə tapılır. Aydındır. Mənfi b bölünsün 2a. Uşaqlar, b-miz nədir? 4. A-mız nədir? 2. Onda təpə nöqtəsinin x-ini tapanda necə tapacam? Mənfi b-nin yerinə qoyacam 4. 2 vurulsun. A-nın yerinə qoyacam uşaqlar 2. Düzdür. Nə olacaq? Mənfi 1. Düzdür. X-imiz nədir uşaqlar? Mənfi 1. Düzdür. İndi y0-ı tapıram. Bax, y0-ı tapmaq üçün mən həmişə nə edirəm? Mənfi 1-i aparıb bu funksiyada qoyub yerinə hesablayıram. Zaten hesablayanda mənə y-i verəcək. Həmin nöqtənin y-i. Elə bir ki, funksiya üzərində bir dənə nöqtənin x-i var. X-i, məsələn, 5-dir. Y-ini tapmaq lazım. Necə tapırlar? X-i aparıb yerinə qoyub hesablayıb tapırsan da, düzdür. Əgər təpə nöqtəsinin x-i varsa əlimdə, mən onun y-ini tapmaq üçün aparıb yerinə qoyub hesablaya bilərəm. Yox, sən deyirsənsə ki, mən elə eləmək istəmirəm, ay müəllim, onun üçün də mənə düstur deyil. Düstur belədir ki, mənfi diskriminant bölünsün 4a. Nə? Mənfi diskriminant bölünsün 4a-da bu funksiyanın təpə nöqtəsinin y-ini tapmaq üçün istifadə olunur. Bütün kvadrat funksiyalarda bu iki düstur keçərlidir, təpə nöqtəsini tapmaq üçün. Çox vacibdir. Funksiyanın ən böyük, ən kiçik qiymətin tapılmasında da biz bundan istifadə edirik. Aydındır. Mənfi diskriminantımız nədir uşaqlar? Diskriminantımız b kvadratı, yəni 4-ün kvadratı minus 4a, c-miz də nədir? Mənfi 6. Bölünsün nə? 4a. A-mız nədir uşaqlar? 2. 4, 2, 8. Olacaq mənfi, məxrəc 8. 16 üstə gəlsin 4, 2, 8. O da neçə eləyir? 48. 16, 48, 64 eləyir, ha? Bu da olur uşaqlar nə? Mənfi 8, əgər səhv eləmədiksə. Deməli, bu funksiyanın təpə nöqtəsi harada yerləşir uşaqlar? Mənfi 1, mənfi 8-də yerləşir. Aydındır. İndi gəlin bu verilənlərə görə bu funksiyanın grafikin sxematik olaraq çəkək. Bax, yenə də deyirəm, sxematik olaraq çəkmək o deməkdir ki, birəbir özü deyil, amma birəbirin təmsil eləyir. Keçən dəfə şəkildən nümunə çəkdim ki, sizə, məsələn, it şəkil deyirsə, itə 4 dənəyə qoymazsın. 8 dənəyə qoyursansa, o it 4, başqa şeydir nədirsə. Eyni qaydada. Əgər bu kvadrat funksiyanın A-sı müsbətdirsə, sən bunun grafikin sxematik çəkib mənə belə təqdim eləmisənsə, deməli, sən heç nə bilmirsən o kvadrat funksiya haqqında. Ən azından sən bunu ağzı yuxarı çəkməliydin, A-sı müsbətdirsə. Belə çəkmirsənsə, deməli, heç məlumatın yoxdur. Başa düşdük. İndi mən bilirəm ki, A-sı 2-dir, deməli qollar üzü yuxarıdır. C-si mənfi 6-dır, deməli y oxun mənfi 6-da kəsir. Təpə nöqtəsinin koordinatı mənfi 1, mənfi 8-dir. Mənfi 8-də haradasa buralıqda bir yerdədir. Gəlin bunu biraz aparım bu tərəfə. Belə. Uşaqlar, deməli mənfi 1, mənfi 8. Bunu da uzada bilərik də belə. Bax, təpə nöqtəsi buradadır. Haradadır? Burada. Təpə nöqtəsi buradadır, mənfi 6-da kəsir. O funksiyanın qrafiki tam olaraq bu şəkildə bir qrafikdir. Belə, bu formada. Aydındır. Biraz da gəl bunu düzəldək. Belə vursaq, belə. Aha. Baş etməyək də. Nəsə də belə bir şey.
Amma buradan keçir. Yəni 6-dan keçir. -6-dan keçir. Təpə nöqtəsi -1, -8 də qollar üzü yuxarı. Aydındır. Bu nəyə görə önəmlidir? Bax, əgər qrafikin bu formada təsvir edə bildimsə, bu funksiya üçün hər şeyi deyə bilərəm artıq. Nələr deyə bilərəm? Funksiya üçün nələri demək vacibdir? Nə soruşa bilər? Məsələn, kvadrat funksiya ilə bağlı məndən nə soruşa bilər? Funksiyanın soruşa bilər təyin oblastını. Baxan kimi görürəm funksiyanın təyin oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluğa. X-a nə istəyirsən verə bilərsən. Yəni X-a olmazsa o qiymət olmaz söhbəti yoxdur. Məsələn, deyə bilmərsən ki, filan məsələn 0 verə bilmirəm. Niyə verə bilmirəm ki? Hər şey verə bilərəm. Ona görə də funksiyanın təyin oblastı nədir? Mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Qiymətlər çoxluğu. Qiymətlər çoxluğu deyəndə nə demişdim sizə baxın? Funksiyanın qrafikinin y oxu boyunca hardan hara getdiyini. Baxan kimi görürəm ki, -8-dən başlayır uşaqlar hara gedir? Müsbət sonsuzluğa. Deməli bu funksiyanın qiymətlər çoxluğundan söhbət eləyəndə bu təyin oblastıdır. Qiymətlər çoxluğu. Qiymətlər çoxluğundan söhbət eləyəndə uşaqlar nə olacaq? -8-dən özdə qapalı, çünki -8-i alır, müsbət sonsuzluğa. -8-dən aşağıdan qiymət ala bilərmi? Heç vaxt ala bilməz. Yəni bu funksiya məsələn -9 falan düşmür aşağı, qrafik aşağı düşmürsə sən buradan necə qiymət alır deyə bilərsən ki? Aydındır. Qiymətlər çoxluğu budur. Sonra funksiyanın ən böyük, ən kiçik qiymətin. Məsələn, A-sı 2-dir. Qollar üzü yuxarıdır. Bu sonsuz üzü yuxarı getdiyinə görə bu funksiya üçün ən böyük qiymətdən söhbət eləmək olmaz. Ümumiyyətlə istənilən kvadrat funksiyanın ya ən böyük qiyməti var, ya da ən kiçik qiyməti var. Aydındır? Biri var, biri sonsuzluqdur, bilinmir. Məsələn, bu funksiya üçün ən böyük qiyməti deyə bilmərsən, sonsuzluqdur. Yoxdur, tapa bilmərik. Amma ən kiçik qiymətini görürəm. Baxan kimi görürəm ki, bu funksiyanın ən kiçik qiymət söhbəti y oxu üzərində baxılır. Aydındır? Ən kiçik qiyməti nədir bu funksiyanın? -8-dir. Səndən soruşa bilər ki, funksiya özünün ən kiçik qiymətin, arqumentin hansı qiymətində alır? Hansı qiymətində alır? -1 qiymətində. Aydındır? Funksiya arqumentin -1 qiymətində özünün ən kiçik qiyməti olan -8-i alır. Başa düşdük? Çünki nəyə görə bunu belə deyirəm? Sualı səndən iki cür soruşa bilər. Səndən soruşa bilər ki, funksiyanın ən kiçik qiymətini tap. Cavab -8-dir. Funksiya özünün ən kiçik qiymətinin arqumentin hansı qiymətində alır? Cavab -1-dir. Aydındır? O formada soruşa bilər. Funksiyanın ən böyük qiyməti burada soruşsa deyərsən yoxdur. Məlum deyil. Çünki sonsuzluğa gedir. Deməli A böyükdür 0 olanda qollar üzü yuxarı olur. Funksiyanın ən kiçik qiyməti olur. Ən böyük qiyməti yoxdur. A mənfi olanda qollar üzü aşağı olur. Funksiyanın ən böyük qiyməti olur. Ən kiçik qiyməti sonsuzluqdur. Yoxdur. Tapa bilmirik. Aydındır. Sonra nə deyə bilərəm? Əlimdə bu deyilən 3 dənə məlumat varsa. Təpə nöqtəsi, y oxun kəsdiyi yer, bir də A işarəsi varsa. Nələr deyə bilərəm? Başqa nə deyə bilərəm? Funksiyanın qrafikinin y oxun kəsdiyi yer 0-6 nöqtəsidir. Nə? O y oxun kəsdiyi yer uşaqlar nədir? 0-6. Bunu da qrafika baxan kimi deyə bilərəm. Sonra funksiyanın artma azalma aralığı. Keçən dərs demişdik ki, funksiya dibə gəlirsə, aşağı düşürsə azalır, yuxarı qalxırsa artır. Baxan kimi görürəm ki, üzü bu tərəfdən -1-ə çatana qədər, funksiya dibə gedir, üstdən aşağı gedir. Deməli funksiya nə edir? Azalır. Düzdür? Onda azalma aralığı mənfi sonsuzluqdan uşaqlar haracan? Mənfi sonsuzluqdan -1-əcən təyin oblastından göstərsən. Özdə -1 özü də daxil dura. Aydındır? Təzədən artma aralığı -1-dən uşaqlar müsbət sonsuzluğa. Baxan kimi də zaten görükür. Bax, artma aralığı başlayır buradan. Buradan üzü bu tərəfə. Funksiyanın qrafiki üzü yuxarı, dırmaşa üzü yuxarı tərəf nə edir? Başlayır artmağa. Ona görə də funksiyanın artma aralığı nə olur? -1 qapalı yenə də. -1 qapalı müsbət sonsuzluq. Başa düşdük. Bu da olur bu funksiyanın nə? Artma aralığı. Bir də sizdən soruşa bilər nə? Funksiyanın sıfırları. Bax, funksiyanın sıfırları deyəndə yatırsan nə də? Yatırsan deyir, gecə yat da, gecə arada yat. 1 saat falan var ha. 1 saat falan yat, çox yox. PUBG da qaçmır ki. Bratlarva denən. Bir də yuxulazın, gələcəm yanıma. Layla çalacam sən.
Başa düşdük. Hə, bir də funksiyanın sıfırlarında isə bu təkcə kvadrat funksiya üçün yox. İstənilən funksiyanın sıfırın deyəndə, yəni funksiyanın qrafikinin x oxun kəsdiyi yer nəzərdə tutulur. Aydındır? Hal-hazırda bu funksiya üçün 0 2 dənədir. Bismillah. Bir buradır, bir də buradır. Başa düşdük? 2 dənə nə var? 0 var. Necə tapılır bəs? Deməli, sıfırlarını tapmaq üçün sıfıra bərabər götürüb həll edəcəksin. Məsələn, bu funksiyanın sıfırlarını tapanda funksiyamız nədir? Y bərabərdir 2x kvadratı plus 4x minus 6. Y-ə 0 deyəcəksən, 2x kvadratı plus 4x minus 6 bərabərdir 0. Hamısını 2-yə böl. X kvadratı plus 2x minus 3 bərabərdir 0. Bir kökü nədir? X1 bərabərdir mənfi 3. X2 bərabər uşaqlar 1. Bax, bura mənfi 3'dür. Burada 1'dir uşaqlar. 2 dənə 0 var. Bax, bura və bura. Zaten biz kvadrat tənlik həll eləyəndə, yadınıza gəlir kvadrat tənlik həll eləyəndə. Ya 2 dənə kök tapırdıq. Ya 1 dənə kök tapırdıq diskriminant 0'a bərabər olanda. Diskriminant 0'dan kiçik olanda deyirdik ki, kökü yoxdur. Aydındır. İndi nə deməkdir o, ora gələcəm. Ora gələcəm. Sıfırlarını tapmaq bildik də nə formadadır. Sıfıra bərabər götürüb həll edəcəm. Əgər diskriminantı sıfırdan kiçik çıxsa idi. Həll, məsələn, belə bir kvadrat funksiya verərəm sənə. Y bərabərdir x kvadratı, üstə gəlinsin 5x, üstə gəlinsin məsələn 6. 6. Yox, deyək ki, bunu 2x eləyək. 2x üstə gələk məsələn 5. Aydındır. Bunu həll eləyirəm. X kvadratı plus 2x plus 5 sıfırlarını tapmaq istəyirəm. Bərabər 0. Diskriminantı tapanda 2'nin kvadratı minus 4 vurulsun 1 vurulsun 5. 4 çıxılsın 20 eləyir mənfi 16. Mənfi 16. Düzdür. Diskriminant sıfırdan kiçikdir. Bu nə deməkdir? Bu deməkdir ki, bunun sıfırı yoxdur. Sıfırı yoxdur o demək deyil. Elə bir kvadrat funksiya yoxdur. Sıfırı yoxdur o deməkdir ki, o kvadrat funksiya o kvadrat. İndi onu təsvir eləyəcəm, tam başa düşəcəksiniz ki, kvadrat tənlikdə biz nəyə görə bəzən kökü var, bəzən yoxdur, bəzən 2 dənədir, bəzən 1 dənədir deyirdik. Havadan demirdik əslində biz onu. Məsələ nə idi? Bu kvadrat funksiyanın A'sı görürsünüz nədir uşaqlar? 1. B'si nədir? 2. C'si nədir? C'si 5'dir. Düzdür. Bu funksiyanın qolları üzü yuxarıdır. Çünki A'sı 1'dir. A 1'dir və böyükdür 0'dan. Qollar üzü yuxarıdır. Bax bu formadadır. Sonra bu funksiyanın təpə nöqtəsinin koordinatları C'si 5'dir. Deməli Y oxun harda kəsir? Deyək ki, bura 5'dir. Baba 5'də kəsir. Qollar üzü yuxarıdır və Y oxun 5'də kəsir. Gəlin təpə nöqtəsini tapaq. X0'ı tapanda mənfi B bölünsün 2A'nı tətbiq eləyirəm. Mənfi B bölünsün. B'miz neçədir? 2. Bölünsün 2A. A'mız da 1'dir. 2 bölün 2 eləyir mənfi 1. Bax təpə nöqtəsinin X'i mənfi 1'dir. Y'in tapanda, yəni Y0'ı ya apar mənfi 1'i yerinə qoy ya da mənfi diskriminant bölünsün 4A. Hə, mənfi diskriminantı nə tapmışam? Mənfi 16. O vacib deyil, mənfi çıxıb, müsbət çıxıb. Çıxıb da mənfi 16 çıxıb, qoy yerinə. Mənfi 16 bölünsün 4A. A'mız nədir uşaqlar? 1. Nə eləyir bu? 4. Təpə nöqtəsinin Y-i də nə? Nə mənfi 1? 2 dənə mənfi var da. Nə mənfi 1 tapdın? Hə, qarşısında mənfi var. Elə bildim mən mənfi. 4. Təpə nöqtəsi buradadır. Funksiyanın təpə nöqtəsi buradadır. Qollar üzü yuxarıdır. Y oxunda 5'də kəsir. Onda o funksiyanın qrafiki bax tam olaraq bu şəkildə olmalıdır. Düzdür, baba bu şəkildə olmalıdır. İndi funksiyanın qrafiki bu şəkildədir. Bu şəkildə. Düzdürmü? Biz niyə bunu tam yerləşdirə bilmirik? Bir dəqiqə. Aha. Nəsə də başım belə. Bu formada. Düzdür. Funksiyanı görün x oxun kəsdiyi yer var. Xeyr. Funksiyanın x oxun kəsdiyi yer yoxdur deyə biz bunun sıfırlarını tapanda həll eləyəndə diskriminantı sıfırdan kiçik alıb söhbəti burada saxlayıb deyirdik ki, yadınıza gəlir kvadrat tənliyi həll eləyəndə diskriminant sıfırdan kiçik çıxan kimi deyirdik ki, kökü yoxdur. Kökü yoxdur o deməkdir ki, x oxun kəsmir. Aydındır. Bəzən bir dənə kök olurdu. Bilirsiniz nə vaxt bir dənə kök olurdu? Funksiyanın qrafiki gəlirdi, x oxuna toxunurdu. Yəni x ox bu vəziyyət belə olurdu. Belə. Belə olanda biz bir dənə kök tapırdıq, o da buradır. Diskriminant sıfıra bərabər olur belə olanda. Aydındır? Bəzən də olurdu 2 dənə bayaqçı kimi.
X oxun 2 yerdə kəsirdi. Ona görə 2 kök deyirdi. 2-0 çıxırdı ortalığa. Hal-hazırda ona görə bayaqları sizə keçəndə dedim ki, 3 halda veriləcək. Bu həmişə mümkün olmayacaq. Çünki məsələn ikinci yazılan funksiya üçün bunu yaza bilmərsən. Çünki kökləri yoxdur. Bu kökləri ilə yazılışdı. Aydındır? Hardaydı o? Hə, burada. Yenə də bu funksiya üçün hər şey deyə bilərsən. Bu funksiyanın ən kiçik qiyməti var. Ən kiçik qiyməti 4-dür. Özünün ən kiçik qiymətini x-in -1 qiymətində alır. Funksiya mənfi sonsuzluqdan müsbət sonsuzluğa təyin olunub. Funksiyanın qiymətlər çoxluğu 4 müsbət sonsuzluqdur. Aydındır. Funksiya mənfi sonsuzluqdan -1-ə qədər azalır. -1-dən müsbət sonsuzluğa qədər artır. Hər şeyi demək olur funksiya haqqında. Deməli, təkrar deyirəm, kvadrat funksiyaya tam şəkildə hakim ola bilmək üçün S-yə fikir verməlisən. S-yə fikir verməlisən nədir? Qollara fikir verməlisən, üzü yuxarıdır, üzü aşağıdır. Bir də ən əsası təpə nöqtəsinin koordinatlarını tapmalısan. Əlində də gül kimi düstur var. Aydındır. Hə, deyə bilərsən ki, müəllim, B nə işə yarayır? Bəs heç B haqqında heç bir məlumat vermirsən ki, B-nin işinə, tamam A-nı bildiyi işinədir, S-ni bildiyi işinə. B nədir? B funksiyanın təpə nöqtəsinin hansı rübə düşəcəyi müəyyən edir işarəsinə görə. Aydındır. A və B-nin ikisinin birlikdə işarəsinə görə təpə nöqtəsinin birinci rübdə yoxsa ikinci rübdə olacağı müəyyən. Çünki bax, təpə nöqtəsinin x-i necə tapılırdı? X-i -B bölünsün 2A ilə tapılırdı. Düzdür? Qollar üzü yuxarı bir də aşağı ola bilər. İndi məsələn A-mız müsbətdirsə, ya bundan götürək, baba bundan. A-mız müsbətdir da 1. B-miz müsbət olanda funksiyanın təpə nöqtəsi gör hara düşdü? İkinci rübə. Aydındır. Əgər B-miz mənfi olsaydı, təpə nöqtəsi gəlib düşəcəkdi hara? Üçüncü rübə. A-nın müsbət olduğu variantda. Başa düşdük. B-miz mənfi olsaydı, gəlib düşəcəkdi aşağı. Üçüncü rübə. O formada dəyişə bilər yəni. B-nin işarəsi funksiyanın təpə nöqtəsinin hansı rübə düşəcəyini müəyyən edir. Çalışmaların içində ondan o formada istifadə edəcəksiniz. Aydındır. Bu formada. Hə, sonra bu məsələ var uşaqlar. Bu. İkinci. Funksiyanın bu şəkildə yazılması bizim nə işimizə yarayır? Elə məsələn bu funksiyaya baxaq. Bu funksiyaya. Y bərabər x kvadrat üstə gəlsin 2x üstə gələk 5. Y bərabərdir x kvadratı üstə gəlsin 2x üstə gələk 5 funksiyasını mən y bərabərdir a vurulsun x minus m kvadratı plus n şəklində yazacağım. Buna tam kvadrata ayırma deyirlər. Yazıca gəlir, məsələn 27-ni tam kvadrata ayıranda yazırdıq 25 üstə gəlsin 2. Yazırdıq 5-in kvadratı üstə gələ 2. Yəni 27-dən ayıra biləcəyim tam ən böyük kvadrata ayırırdım. Buna deyirlər tam kvadrata ayırma. Bu çox ədillər üçün, kvadrat üsədli üçün də keçərlidir. Mən bunu da o şəklə sala bilərəm. Yəni bu funksiyanı y bərabərdir x kvadratı üstə gəlsin 2x üstə gəlsin 5-i hansısa üçədlinin kvadratı deyil bu. Amma içində hansısa üçədlinin kvadratı var bir hissəsi. Mən görürəm ki, birincinin kvadratı var. Üstə gəlsin 2 vurulsun, birinci vurulsun. Mənə bir dənə 1 lazımdır. Üstə gələk 1-in kvadratı, çıxaq 1-in kvadratı. Özümdən əlavə edib çıxıram. Plus bir dənə 5. Buradan bura qədər mənə nə verir uşaqlar? Mənə verir x plus 1-in mötərizə kvadratı. Arxasıcan çıxaq 1-in kvadratı eləyir -1 plus 5. Nə şəklə düşür? Y bərabərdir. X plus 1-in kvadratı plus nə? 4. Bax, o şəklə düşdü funksiya. Düzdür? Hə, desən A-hanı A-mız 1-dir deyə burada 1-dir də yazılmıb sadəcə olaraq. Aydındır. İndi bu nə işə yarayır? Bu. Funksiyanın təpə nöqtəsindən istifadə eləyərək yazılışdı əslində. Yəni, o x0, y0 deyirdim mən. Orada, bax burada, onu m ilə əvəz edeyim. Mən x0, y0 deyiləm. Onlar təpə nöqtəsinin x-ına, yəni x0-a m deyirlər ki, burada -1-dir. Deyəcəksin, ay müəllim, müsbət 1-dir axı. Müsbət 1, burada düsturda görsən çıxaqdır. Çıxaqdırsa, burada plus olubsa, deməli -1-eymiş, oraya yazanda onu plus eləyib. Aydındır. N'imizin yerində nə durub uşaqlar? 4 durub. Mən buna y0 deyirəm. Y0'ımız nəyə bərabərdir? N'ə bərabərdir, o da 4'dir. Biz nə tapmışdıq bu funksiyanın təpə nöqtəsində? O da -1, 4. Burada nə çıxdı? -1, 4. Başa düşdük. Bu yazılış təpə nöqtəsinə görə tam kvadrata ayırıb o formada yazmaqdır. Bu bizə sərf eləyir əslində. Yəni, əgər bir kvadrat funksiya sənə bu şəkildə verilibsə, təpə nöqtəsinin koordinatları artıq gözün qabağındadır. Yəni, mötərizənin içində nədirsə, onun əksi, orada gördüyün əksi, onun x0'ıdır. Çöldə gördüyün plus minus nədirsə, o da onun y-idir. Yəni, bir sözlə m və n funksiyanın qrafikinin x və y oxları boyunca sağa sola, yuxarı aşağı sürüşmələri müəyyən edir.
Gəl sürüşdürək, baxaq görək vəziyyət necədir. Elə, bu da belə. Bax, bu x, bu da y. Saf halda ana funksiya budur. Yəni əsas funksiya. Y bərabərdir x kvadrat funksiyası bax budur. İndi mən baxıram ki, öz təpə nöqtəsi bunun 0,0-dadır, koordinat başlanğıcında. Nə baş verib? Nə baş verib? Bu funksiya x oxu boyunca mənfi 1'dir, görürsünüz. Mənfi 1 nə deməkdir? Bir vahid sola gedib. Hara gedib? X oxu boyunca bir vahid gedib sola. O, bir vahid gətirdim bura. Gördünüz? Y oxu boyunca plus 4'dür deyə 4 vahid nə edib uşaqlar? 1, 2, 3, 4. 4 vahid qalxıb yuxarı. Funksiyanın qrafiki olub bu şəkildə. Yəni saf funksiya koordinat başlanğıcında idi. Bir vahid sola, mənfi 1'ə, 4 vahid də yuxarı, müsbət 4'ə, təpə nöqtəsi gəlib çıxdı bura. Y oxunu kəsəcək biz dediyimiz nöqtədə, hansı nöqtədə? 5 nöqtəsində. Görsən 5 nöqtəsində kəsir. O formada. Yəni o funksiyanın qrafikini sadəcə olaraq hərəkət elətdirirlər. Yeni funksiyalar o formada yaranır. Əslində söhbət bir dənə funksiyanın başının altından çıxır. Sonra sağa sola, sonra qarşısına əmsal atırsan. Məsələn, deyə bilərsən ki, müəllim, y bərabər x kvadratı bildik. Bəs y bərabər 2x kvadrat nədir? Y bərabər 2, bax, y bərabər x kvadratı deyək ki, budur. Y bərabər x kvadratı budur. Aydındır. Y bərabər x kvadratı budur. Y bərabər 2x kvadratı bundan daha içəridə, qollar daha sıxılmış. Yəni y oxu boyunca daha sürətli hərəkət. V formasında da deyil, o modul funksiyası oldu. O, bu formada qolları biraz daha sıxılmışdı. Niyə? Çünki məsələn mən burada x-a 1 deyəndə y-də 1 çıxır. O x-a 1 deyəndə y-də nə çıxır? 1 çıxır. Görürsünüz? Amma bu funksiyada x-a 1 deyəndə y nə çıxır uşaqlar? 2. X-a 1 deyəndə y2 çıxır. Görürsünüz? Yəni daha sürətli qiymət alır. Aydındır? Ona görə qarşıdakı əmsalı o formada böyüyəndə funksiyanın qolları x oxundan y oxuna tərəf sıxılmış olur. Qarşısına, əksinə mən bunun 2'də 1 atası olsam, 2'də 1 x kvadratı. Onda daha açılmış formada olur qollar, daha gen olur. Başa düşdük? 1 deyəndə bu səfər 2'də 1 alırsan, onun yarısı qədər, yarısı boyda qiymət alırsan. Belə. İndi başqa şeylərdə təbii ki, çalışmanın içində deyəcək. Başqa yadıma düşənlər bunlardır. Başqa da bir şey yoxdur yəni. Hə, bir də simmetriya oxunun tənliyi var. Onu da deyim sizə. Kvadrat funksiyanın simmetriya oxunun tənliyi. Simmetriya oxu bilirik də nədir? Simmetriya oxu o deməkdir ki, məsələn, fiqurun simmetriya oxu varsa, o fiqur o oxa nəzərən qatlayanda nə edir? Üst-üstə düşür. Ana funksiya olaraq kvadrat funksiya bu formadadır. Bu formada olanda bu kvadrat funksiyanın simmetriya oxu y oxudur. Aydındır? O y oxu bunun nə idi uşaqlar? Simmetriya oxudur. Yəni y oxuna görə bunu qatlayanda üst-üstə düşür. Y oxuna görə qatlayanda nə edir? Bu üst-üstə düşür. Bu formadadır. Y oxuna görə qatlayanda düşür üst-üstə. Bəs yəni hal-hazırda bunun simmetriya oxu x bərabərdir 0 düz xəttidir. X bərabərdir 0 düz xətti elə y oxu deməkdir. Yəni x-i 0 olan nöqtələrin yığışdığı yer haradır? Y oxunun üzəri. Yəni bu ox. Bu ox da y oxudur. Simmetriya oxu budur. Bəs bu funksiyanı mən götürdüm, deyək ki, burada çəkdim. Burada çəkdim. Çəkə bilmədim. Bir də çəkdim. Bəs bunun simmetriya oxu nə olacaq? Uşaqlar, bunun simmetriya oxu bu ox olacaq. Yəni bu oxa görə kəsib qatlayanda üst-üstə düşəcək. Düzdür? Həmin bu oxun, bu koordinatı təpə nöqtəsinin x-i deyil bura. Təpə nöqtəsinin x-i deyil. Deməli, hər bir kvadrat funksiyanın simmetriya oxu deyəndə onun təpə nöqtəsinin x-indən keçib y oxuna paralel olan düz xətt nəzərdə tutulur. Məsələn, atıram bunun bu nöqtə 5-dirsə, bu funksiyanın simmetriya oxu olacaq x bərabərdir 5 düz xətti. Yəni x bərabərdir 5 düz xətti tam olaraq onu yarı bölür ortadan. Başa düşdük. Simmetriya oxu budur. Təkrar deyirəm, simmetriya oxu x bərabərdir x0 olur. Və yaxud da m də deyə bilərsən buna kitab dilində. Yəni təpə nöqtəsinin x-in nədirsə, x bərabərdir həmin qiymət bizə simmetriya oxunun tənliyin verir. Aydındır? Belə, kvadrat funksiya haqqında bu qədər, başqa da deyəcək bir şey yoxdur məncə. İndi əlavə də nəsə çıxsa, təbii ki onu nə edirik biz? Dərsin içində ortalığa çıxardacaq. Bir də uşaqlar, funksiyalarla bağlı sonuncu mövzumuz, sonuncu məsələ nədir? Kök funksiyası, yəni irrasional funksiya.
Dəyişəni irrasional işarəsi. İrrasional işarəsi nə demək idi? Kök işarəsi. Dəyişənin kök işarəsi altında olan funksiyaya deyirlər irrasional funksiya. Saf halda y bərabərdir x funksiyası budur və əgər qiymətlər çoxluğu təyin oblasti təyin edib qiymətlər çoxluğu ortalığa çıxartmağa çalışsaq, biz kökün xassəsinə görə hamımız bilirik ki, kökün altında nə olmaz? Mənfi olmaz. Kökdən nə çıxmaz? Mənfi çıxmaz. Onda mən x-a ən kiçik qiymət 0 verə bilərəm. X-a 0 verən kimi, kök altda 0 yazan kimi y nə olur uşaqlar? 0. X-a 1 deyəndə y nə olur? 1. Çünki kökdən 1 çıxır. X-a uşaqlar məsələn 4 deyəndə deyə bilərsən müəllim 2, 3 verə bilərəm, irrasional olur deyə özüm vermirəm. Aydındır. Amma təyin oblasına təbii ki, onlar daxil. Məsələn, 9 verəndə nə olur uşaqlar? 3. Bu formada qiymətlər verib. Sən bu funksiyanın qrafikini quranda görəcəksən ki, x, bu da y. Bax, 0-da 0 burada, 1-də 1 burada, 4-də neçə uşaqlar? 2 burada, 5, 6, 7, 8, 9. 9-da 3 burada. Yəni funksiyanın qrafiki bu formada çıxıb üzü yuxarı hərəkət eləyən bir funksiyadır. Deməli, bu funksiyanın qrafiki artır. Yəni funksiya artan funksiyadır. Funksiyanın qiymətli, bax, təyin oblasti. Təyin oblasti budur uşaqlar. 0 müsbət sonsuzluq. Nə? 0 qapalı, müsbət sonsuzluq. Qiymətlər çoxluğu uşaqlar 0 müsbət sonsuzluq. Nə? 0 müsbət sonsuzluq. Düzdür? Artan funksiyadır. Aydındır. Deyə bilərsən ki, ancaq bu formada mı olacaq? Xeyr, bu formada olmayacaq. Məsələn, y bərabərdir. Kök altında x çıxılsın 5. Nə? İndi x çıxılsın 5 funksiyasını araşdırıram. Görək vəziyyət nədərdir. Uşaqlar, mən buna qiymətlər çoxluğu tərtib edib qiymət verəndə, qiymətlər cədvəli tərtib eləyəndə, x-a 0 deyə bilərəm mən burada? Xeyr. Çünki kökün altı nə olacaq? Mənfi. Ən azı nə deyə bilərəm mən x-a? 5. Bəli. Deməli, bunun təyin oblasti başlayacaq 5-dən. Hardan? 5-dən. Bax, x, y. 5 deyəcəm 0. Düzdür? Deməli, uşaqlar, bax, 5 deyəndə 0. Düzdür? X-a 6 desəm, 6 çıxaq 5 nə edir? 1. Kök altda 1-dən nə çıxır? 1. Düzdür? Nə bilim, x-a desəm 7. 7 desəm 7-dən 5 çıxanda nə edir? 2. Olur kök altda 2. Düzdür? Əgər gəlib sən bu funksiyanın qrafikini qurmaq istəsən, hardan başlayacaqsan? 5-dən. Baba, məcbursan ki, buradan başlayasan. Və bu funksiyanın qrafikini qurduqca görəcəksən 5 deyəndə 0 burada. 6 deyəndə 1 burada. Aydındır. Funksiyanın qrafiki çıxacaq, belə gedəcək bu formada. Bu formada funksiyanın qrafiki gedəcək. Mən baxıram ki, eyni funksiyanın grafikini elə bir ki, buradan götürüblər, gətirib qoyublar bura. Elə bir ki, yox, elədir. Aydındır. Çünki təyin oblasti ilə oynadım mən. Kökün altındakı hərəkət birbaşa təyin oblastında təsir edir. Mən də funksiyanın təyin oblastından 5 çıxdım. O deməkdir ki, funksiyanın təyin oblastını 5 vahid sağa sürüşdürdüm. 5 vahid sağa sürüşdürdüm. Çünki dedim 5 vahid oradan başlasan. Aydındır. Neynədir? Funksiyanın qrafiki də gəldi, 5 vahid sağ tərəfdən başladı. Aydındır. Əgər mən y bərabərdir kök altında x plus 5 yazsaydım, bu funksiyanın qrafiki əksinə 5 vahid yuxarı gedəcəkdi. Buradan başlayacaqdı. Niyə? Niyəsini də mən sənə deyim. Bu nəyə görə qrafik belə olacaqdı bu funksiya üçün uşaqlar? Çünki x-a ən azı nə deyə bilərəm hal-hazırda kökün altındadır deyə? 0. X-a 0 deyəndə kök altdan 0 çıxır. Plus 5 nə eləyir? 5. O funksiyanın ən kiçik qiyməti 5-dir. 5-dən kiçik qiymət almır. Ona görə də qrafik buradan aşağı düşə bilməz. Aydındır? Çünki ən azı 5 alır və üzü yuxarı arta gedir. Aydındır? Deməli, kökün altındakı hərəkət sağa-sola hərəkət deməkdir. Nətər ki, kvadrat funksiyada kvadratın altındakı hərəkət x oxu boyunca sağa-sola hərəkət idi. Kvadratdan çöldəki hərəkət y oxu boyunca yuxarı-aşağı hərəkət idi. Burada da kökün altındakı hərəkət x oxu boyunca sağa-sola, kökdən çöldəki hərəkət isə y oxu boyunca yuxarı-aşağı hərəkət. Görəsən bu funksiyanın qrafiki ancaq birinci rübdəmi olur?
Xeyr, ancaq birinci rübdə olmur. Bu funksiyanın qrafiki bu şəkildə də ola bilər. Bu şəkildə də ola bilər. Bu şəkildə də ola bilər. Bəs hansı hallarda o şəkildə olur? Mən sənə deyim hansı hallarda. Məsələn, normal, yenə də deyirəm. Ana funksiyanı başa düşmək lazımdır ki, balalarda başa düşəsiniz. Aydındır. Normal uşaqlar kökdə x funksiyasının qrafiki budur. Düzdürmü? Bu y bərabərdir kök altda x funksiyasıdır. Sən elə ki bunun qabağı içəri mənfi belə ata bilərsən bax. Y bərabərdir kök altında mənfi x. Elə bilməyib bu yoxdur. Sən mənə deyə bilməzsən bu yoxdur. Niyə yoxdur ki? Bax kökün altında mənfi yazmışam. Nə olur? Mən mənfi x yazmışam da. Deməli x özü mənfidir. X özü mənfi. İndi bunun təyin oblastıdır. X nə ala bilər? Mənfi sonsuzluqdan sıfıra qədər ala bilər qiyməti. Çünki sən kökün altındakı x-in qabağında mənfi varsa, sən x-a da mənfi verməlisən ki, kökün altında şərt pozulmasın, müsbət yaransın. Aydındır? Ona görə təyin oblastı olacaq mənfi sonsuzluqdan sıfıra qədər. Aha. Bəs qiymətlər çoxluğu, sən kökün altında nə verirsən ver, kökün cavabı mənfi ola bilməz. Kökün cavabı mənfi ola bilməzsə, deməli y daxil olacaq sıfır müsbət sonsuzluq. Deməli təyin oblastı mənfi sonsuzluqdan sıfıra, amma qiymətlər çoxluğu sıfır müsbət sonsuzluq. Onda funksiyanın qrafiki olacaq bu şəkildə. Bu şəkildə. Aydındır? Bu y bərabərdir kök altında mənfi x-in qrafiki. Aydındır? Mənfini içəri yox, qarşısına yazanda y bərabərdir mənfi kökdə x. Yadınıza gəlir, qarşıdakı əmsalı müsbət olanda qollar üzü yuxarı olurdu kvadrat funksiyada. Qarşıdakı əmsal mənfi olanda qollar üzü aşağı olmurdu. İndi normal y bərabərdir kökdə x funksiyasının qrafiki budursa, mən bunun qarşısındakı əmsalın mənfi 1 eləyirəmsə, onda onun qrafiki gələcək tam bunun əksinə belə olacaq. Belə. Bu da olacaq y bərabərdir mənfi kökdə x. Aydındır? Deyəcəksən, bəs bu hansıdır? Bu y bərabərdir mənfi, həm də kök altda mənfi x. Aydındır? Belə. Mama funksiyanı yadda saxlayırsınız. Bala funksiyalarda mamaya əsasən şərh edirsiniz. Yəni, burada mən durub izah verəsi olsam, yəni danışası olsam, saatlarla funksiya haqqında, iminli məsələn kvadrat, elə bu funksiya haqqında nə qədər danışmaq olar? Mən sadəcə olaraq ilkin məlumatları verirəm. O nə qədər dediyimiz hamısı çalışmalarda azad çıxacaq qabağımıza. Əsas olan bu funksiyanın özün başa düşməkdir. Bu funksiyanın özün başa düşəndən sonra kökün xassəsini falan bilirsənsə, funksiyanın bütün hərəkətlərin sənə tabi olacaq. Hərəkət elətdirə biləcəksən. Yox, sən hərəkət elətdirə bilməyəcəksənsə, artıq o səni hərəkət elətdirəcək. Onda da gedib əsgərcikdə şaqatdan zatdan sizləşiyor, Allah xeyir. Ona görə də normaların vaqif eləmək lazımdır ki, o sənə tabi olsun. Hüseyin, ad günün mübarək. Eşək kişi olasan. Dırnağım ben. Nətər? Dırnağım ben çok. Dırnağım. O ata deyirlər. Hüseyin deyirlər. Deyirlər ki, adı ilə böyüsün. Nə bilim mən. Vətənə, xalqa, elə obiyə xeyirli, uğurlu evlad olsun. Deyirlər, amma sonra sual şəhəsi qoyurlar. Nə olacaq? Yekə kişi olsun, o da məlum məsələ deyir hələ ki. Bu böyüyəsi falan filan. O da çətin məsələdir Hüseyin. Ona görə də hələ ki, yekə kişi olana qədər oxumaq lazımdır. Yaxşı bala, mehmandan müğayət ol. Belə, sağ olun.